Salam, mən Fils Akademinin lisey hazırlığı üzrə müəllimi Firuzə Hüseynli. Bugün sizə Diyanət Liseyinin keçirilmiş qəbul sınağından Azərbaycan dili suallarından bəzilərinin izahını verəcəm. Elə isə baxaq görək hansı suala baxa bilərik. Məsələn, ikinci suala başlayaq baxmağa. Məsələn, deyir, hansı sözdə kar samit cingiltili tələffüz olunur? Servis olmur. Servis başqa sözdür, servis başqa sözdür. Olduğu kimi saxlayırıq. Keşdir, kardır, tələffüz zamanı dəyişmir. O səbəbdən olduğu kimi qalır. Apostrof demirik. Apostrof elə f olaraq da qalır, yəni dəyişməsi yoxdur. Rastlaşmaqda deməli rastlaşmaq. Baxın, daşmaq deyirik sonda. Q'nın məsələn x-ya keçməsi var. Cingiltili kara keçdi. Daha sonra rastlaşmaq cingiltilidir l, elə d-ya keçir. Cingiltiliyə keçir. Amma kar cingiltili olmur. Çünki rast sözü təkyecalı sözdür və biz demişik müxtəlif belə deyək, müxtəlif cinsli qoşa sahiblər sözün sonunda gəldikdə tələffüz zamanı ikincisi düşür. Rast deyirik, rast demirik. Rast dediyimiz üçün burada t-d-ya keçmir. Müşkül yazılır, müşkül deyilir. O səbəbdən 2-də doğru cavab olacaq B bəndi. Daha sonra biraz elə suallara baxaq ki, nisbətən çətinlik törədən olsun. Məsələn, 6-ya baxaq. Deməli, sual işarəsinin yerinə yazıla bilən sözü istəyir. Bu nə deməkdir? Yəni, eləsini seçməliyik ki, bu 4 verilmiş bəndin 4-ünə də uyğun gəlsin seçdiyimiz variant. Məsələn, deyir, sözdə hərf və səsin sayı bərabərdir. Faciəvi. Baxın, i var. Demişik, tərkibində i olan müxtəlif cinsli qoşa sahiblər tələffüz zamanı arasında y artırılır. Faciəvi. Səs və hərf sayı bərabər deyil. Ayaqüstü bərabərdir. Camaatla bərabərdir. Çünki a-nın biri düşəndə nan deyirik deyə sona n gəlir, bərabər qalır. Aidiyyat bərabərdir. Çünki y artırılır və y-nın biri düşür, səs bərabərləşir. Tərkibində bütün samitlərin qarşılığı var. Ayaq üstü, y-nın qarşılığı var, g-nın qarşılığı var, s-nın qarşılığı var, d-nın qarşılığı var. Hamısı var. Təəccüblə, bax, nən, n-nın qarşılığı yoxdur. Camaatla, n-nın qarşılığı yoxdur. Adiyyət, d-nın var, y-nın var, t-nın var. Hamısı var. Ahəng qanuna tabi deyil, ayaqüstü də tabi deyil, adiyyət də aid deyil, o səbəbdən getdi. Tərkibində qalın, dodaqlanmayan sait, bax, qalın, dodaqlanmayan sait uzun tələffüz olunur. Adiyyat, a uzandı. Qalındır, dodaqlanmayandır. Çünki biz demişdik ki, a-i, normalda i olan müxtəlif cinslərdə uzanma yox idi. Yalnız arasına y artırılırdı. Amma a-la birləşəndə uzanma olurdu. Məsələn, ailə, nailə. A uzun tələffüz olunurdu. Aha. O səbəbdən də cavabımız olacaq C bəndi. Daha sonra baxa bilərik sizlə hansı sualı. Məsələn, 4-cü sualın izahına baxaq. Bizə 4-də deyir ki, əsasən görürsünüz, fonetikaya üstünlük verilir sınavda. O səbəbdən fonetika çox vacibdir. Sözlərin tələffüz forması pambıq deyirik. Q sonda gələndə ya x olur, ya k olur. Pambıq demirik ki, pambıq deyirik. Ona görə x-ya keçdi. A bəndi getdi, pambıq. Bax, onu saxlayaq. Q getdi, onu axırda nüansını vurğulayaq. 3 variantı saxladım. Varlanmaq yazılır, varlanmaq deyilir. Baxın, demişdik də l, r-dan, n-dan, z-dan, d-dan sonra gəldikdə diqqətli olmaq lazımdır. Dəyişir tələffüzdə. Varlanmaq. Baxın, varlanmaq yazıb, varlanmaq olmalıydı. Deməli, pambıq da səhvdir. Varlanmaq, lanmaq yazıb səhvdir. Varlanmaq, elə E bəndidir. Kəşfiyyat. Bəli, kəşf sözünün köküdür. Söz kökündədir. Şəkilçinin tərkibində iyyat gəldiyi üçün y-nın biri düşür. Deməli, doğru cavab olacaq E bəndi.
Sonra baxa bilərik, görək sizlə hansı sualın izahına ki, daha yaxşı. Məsəl üçün deyir ki, verilmiş qoşa saitli və qoşa samitli sözlərdən neçəsinin yazılışı və deyilişi arasında fərq var? Əli açıq yazılır, əl açıq deyilir. Götürdük. Üz aşağı, şərait, şairanə, müddəa dəyişmir. Müddəa dəyişmir. D qoşalığı dəyişmir. Təvəqqi, maddi, ezam, iyyət şəkilçidə də dəyişir. Şaftalı, dərrakə dəyişmir. Niyə? Çünki uzanma fərqli məqam sayılmır. Maddi getdi, dərrakə getdi. Aha, deməli, təvəqqi, qı qoşalığıdır, qı olmalıdır, təvəqqi götürdük. Deməli, 3 dənə B-dədir. 3 dənə B-də olanlar, bunları çıxdıq. B və C bənd arasında qaldıq. A-da da 3 dənə olduğu üçün, deməli, cavab olacaq B bəndi. Başqa maraqlı bir sualımız varmı? Baxaq, məsəl üçün, 20-yə də baxaq, bu da olsun sonuncu izahımız sizinlə. T hərfi tələffüz zamanı D və T səslərini ifadə edir. Bəli, T həm D-dır, çünki qarşılığını verə bilir, həm də T kimi qala bilir, uyğundur. L hərfi tələffüz zamanı, L-nı saxlayaq, onları nümunələrlə deyərik. C hərfi bəli, C kimi qala bilir. Məsələn, deyirik ceyran, C kimi qaldı. Və yaxud da J kimi ola bilir, güclü yazılır, güclü deyilir. Və yaxud da çəkic sonda gəldikdə olur. Ə hərfi tələffüz zamanı ə və A səsini ifadə edir. Bunu saxlayırıq. P hərfi tələffüz zamanı P və B səsini ifadə edir. Məsələn, baxaq görək. Pambıq deyirik, düzdürmü? P-ni ifadə elədi. İndi bizim 3 dənə variantı indi çıxdaş eləyəcək sizlə. Uyğunsuzu istəyir bizdən. L hərfi tələffüz zamanı D-ni, R-ni, N-ni, L-ni. Məsələn, qızlar yazıldı, qızlar deyildi. Narlar yazıldı, narlar deyildi. Nallar yazılıb elə nallar da deyilir. Gəlinlər yazılır, gəlinlər deyilir. Baxın, 4-ünü də ifadə elədi, uyğundur. 2 dənə variant arasında qalmışıq. Ə hərfi təbii ki, tələffüz zamanı ə səsini sözsüz ki, ifadə edəcək. Bəs A səsi ola bilərmi? Düşünək, A səsi ola bilərmi? Məsələn, I-ya və s. keçə bilirlər. Amma A müəmmalıdır. P hərfi isə deyir, B səsini ifadə edə bilir. P, B-ni ifadə eləyə bilər. Çünki o, onun qarşılığıdır. Amma biz əsasən nə demişik? Biz demişik ki, kar samit cingiltili qarşılığına keçir və ya cingiltili samit kar qarşılığına keçir. Yəni, bu mümkün haldır. Amma ə və A uyğunsuzluq təşkil edir. O səbəbdən bizim düzgün olmayan cavabımız olacaq D bəndi. Beləcə izahımızın sonuna gəldik. Növbəti izahlarda görüşənədək hələlik.